Hörmətli izləyicilərimiz, indi çalışacağıq ki, şəhidimiz Əlinin anasından müsahibəni alaq. Özünüzü təqdim edin, zəhmət olmasa. İmanov, Rəqsanə Məmməd qızı. Əlinin haqqında danışın, necə bir övlad olub sizə, necə bir, yəni, onun haqqında danışardınızsa, zəhmət olmasa. Necə bir keçmə-keçli günləri olub, məktəbə necə gedib, necə uşaq olubdur, sözə baxan olub, yoxsa belə bir şey haqqında zəhmət olmasa danışın da. Mehriban uşaq olub. Bəlkə də deyərlər ki, şəhid olub, belə danışırsa, amma yox, həqiqətən də həm mehriban uşaq idi, həm, nə bilim, yəni gözəl oxu, müəllimlər hamısı razıdır. Yəni, onun bir müəllimi var, ibtidai sinif müəllimi. Onu öz balasından da, yəni, deyirəm ki, artıq çox istəyirdi. Gəlmişdi, xəstə canı ilə